Allahu Ekber, Allahu Ekber. La ilahe illallah vallahu ekber. Allahu Ekber ve lillahil hamd. Qurban bayramı günlərində hər fərz namazından dərhal sonra dilimizdən düşməyən, göyləri Allahın ucalığı ilə titrədən çox mühüm bir ibadət var. Təşrik təkbirləri. Yaxşı, bu təkbirlər tam olaraq nə vaxt başlayır və hansı namazla başa çatır? İnsanların çox vaxt səhv etdiyi və ya vaxtını unutduğu bu mübarək ibadətin bütün detallarını təkbirin ərəbcə oxunuşu və Azərbaycanca mənası ilə bu videoda öyrənirik. Təşrik təkbiri nədir və dindəki hökmü? İlk növbədə təşrik nə deməkdir, oradan başlayaq. Həcc günlərində qurban ətlərinin günəşdə qurudulduğu günlərə təşrik günləri deyilir və bu günlərdə gətirilən təkbirlər də tarixdən bu adı almışdır. Qurban bayramı günlərində bu təkbirləri gətirmək Hənəfi məzhəbinə görə vacib, digər məzhəblərə görə isə çox mühüm bir sünnətdir. Uca Allah Qur'an-ı Kərimdə Bəqərə surəsində buyurur: Müəyyən olunmuş günlərdə Allahı yad edin, təkbir gətirin. Bəqərə surəsi 203. Yəni bu günlərdə namazlardan sonra təkbir gətirmək hər bir müsəlmanın Rəbbinə qarşı təşəkkürünün və təziminin ifadəsidir. Ən kritik məqam: nə vaxt başlayır və nə vaxt bitir? Diqqətlə yadda saxlayın. Təşrik təkbirləri Qurban bayramından bir gün əvvəl, yəni Ərəfə gününün sübh namazı ilə başlayır. Bəs nə vaxt bitir? Bayramın 4-cü gününün əsr namazı ilə daxil olmaqla davam edir. Yəni Ərəfə günü sübh namazından başlayaraq bayramın 4-cü günü əsr namazına qədər cəmi 23 fərz namazının ardınca dərhal yerimizdən durmadan və dünyəvi bir söz danışmadan bu təkbir gətirilməlidir. Həm cəmaatla qılınan namazlarda, həm də tək qılınan namazlarda bu qayda keçərlidir. Təkbirin oxunuşu və Azərbaycanca mənası. Bəs təşrik təkbiri necə deyilir? Gəlin birlikdə təkrarlayaq. Allahu Ekber, Allahu Ekber. La ilahe illallah vallahu ekber. Allahu Ekber ve lillahil hamd. Bu mübarək kəlimələrin mənası isə ruhumuza sakitlik verir. Allah ən böyükdür. Allah ən böyükdür. Allahdan başqa heç bir ilah yoxdur. Allah ən böyükdür. Allah ən böyükdür və həmd, yəni şükür, təriflər yalnız Allaha məxsusdur. Bu bayram günlərində namazlarımızı bitirdikdən sonra yerimizdən tələsik durmayaq, bu 23 namazlıq böyük fürsəti qaçırmayaq və dilimizi Allahın zikri ilə gözəlləşdirək. Videomuzun daha çox müsəlmana çatması və unutanların xatırlaması üçün videonu bəyənməyi və yaxınlarınızla paylaşmağı unutmayın. Kanalımıza abunə olun ki, növbəti maarifləndirici dini mövzuları qaçırmayasınız. Bayramınız mübarək, təkbirləriniz qəbul olsun.